Verilən kəsin düzgün kəsir üçün verilmiş təkliflərdən hansı doğrudur? Düzgün kəsirdirsə, deməli məxrəci sürətindən böyükdür və burada m-in yerinə m-in mümkün qiymətlərinin sayı 8-ə bərabərdir. M-in yerinə 7 yaza bilərikmi? Bir baxaq. 7, 7, 2, 772, 7, 7, 2, 772. M-in yerinə 7 yaza bilmərik. Yəni M 7-dən konkret kiçik ədədlər olmalıdır ki, sürət kiçik olsun məxrəcdən. Deməli, M 7-dən kiçikdir. Və burada biz 0 da istifadə edə bilmərik rəqəm olaraq. Çünki başda 0 gələ bilməz. Deməli, M olacaq 7-dən kiçik, lakin 1-dən böyük bərabər. Yəni, M-in ala biləcəyi qiymətlər sadəcə 1-dən 6-ya qədərdir. 1-dən 6-ya qədər. Deməli, bu doğru deyil. M-in ən böyük qiyməti 7-yə bərabər doğru deyil. M-in ən kiçik qiyməti 1-ə bərabərdir. Bəli, doğrudur. M-in mümkün qiymətlərinin cəmi 28-dir. Baxaq, 1-dən 6-ya qədər olan ədədləri toplasaq. Bunun üçün 1 ilə 6-nı toplayıb 2-yə bölüb 6-ya vurmaq lazımdır. Sayına 6-nı 2-yə bölsək 3, 3-ü də 7-yə vursaq 21 edir. Bu da doğru deyil. M-in ən kiçik və ən böyük qiymətinin cəmi 8-ə bərabərdir. Xeyr, M-in ən böyük qiyməti 6-dır, ən kiçik qiyməti 1-dir və onların cəmi 7-yə bərabərdir. Bu da doğru deyil.